Deyirəm, adam ölməyə də qorxur. Qorxursan ki, öləsən, yaxınlarının, doğmalarının qəbir yeri almağa pul olmaya, qalasan ortada bastırmayalar. Bir ay bundan qabaq almışam 2000 manatı. Kimin pulu varsa qəbristanlıqda boş torpaq yeri alır. O restoranda oturanda deyirlər, pəncərənin qırağı bahadır. Burada yolun qırağı bahadır, hə? Son zamanlar qəribə bir adət, daha doğrusu biznes, gəlir əldə etmə forması yaranıb. Deməli, kimin pulu varsa qəbristanlıqda boş torpaq sahəsi alır və bir müddət keçəndən sonra onu daha baha qiymətə satır və ehtiyacı olan da ki, məcburdur ki, həmin torpağı alsın və yaxını dəfn etsin. Bəli, bura Sumqayıt qəbristanlıqdır və burada olmağımızın da səbəbi vətəndaşdan, öz yaxını dəfn edən vətəndaşdan çox pul istəmələrdir. Bir ay bundan qabaq almışam 2000 manatı. Kasıb oğlanam, xeyir ola 2000'ə torpaq olmalıdır. Nəyə görə? Hansı əsasən? Hansı çeki verir mənə? Yaxınlaşdınız, dedi ki, qiymət kimindir, hə? Bəli, anam rəhmətə gedib. Dəfn eləməliyəm də. Eləməli deyil. Bir ay keçdi üstündən qonşu rəhmətə getdi. Gəldi 3500 dedi. Yəni açıq biznesdir də. Açıq biznesdir, bəli. Ürək ağrısı olmalıdır insanda. Deyirəm, adam ölməyə də qorxur, hə? Əlbəttə ki. Mən ölsəm mənə kim bastıracaq? Məndə yoxdursa, qəfil öldüm. Nə olacaq? Nətər olacaq? Yaşıl bağlanı bax, 2500. Orta 2000, o başı 1500 manat. Deməli, yolun qırağı 2500. Orta 2000, sonra 1500. Yola qədər bahalaşır, hə, qiymətlər? Yol qırağı olduğuna görə böyle qiymət. Bu pulu kimə verirəm? Bu da müddiyyətimiz otururdu. Pul dövlətin təyin etdiyi puldur, yoxsa? Yox, bu özel yerdir. Özəl yerdir. Bəli, özel yerdir. Ya bu özəl yeri dövlətdən kim alır? Onda əvvəldən alırlar, sonra satırlar belə. Mən bu 2500'ə alsam, gələn daha baha sata bilər, hə? Əlbəttə ki. Onun qiymətlər qalxır, hə? Gün-gündən qalxır. Necə ki, tərəvəzin qiyməti qalxır, torpağın da qiyməti qalxır. Bəli. O restoranda oturanda deyirlər, pəncərənin qırağı bahadır. Burada yolun qırağı bahadır, hə? Bəli. Hər ötən gün torpağın da qiyməti qalxır qəbristanlıqda. Bir də məsəl var, deyirək Allah gecindən versin. Amma burada Allah gecindən verəndə qiymət də qalxır. Dedilər, bu torpaq işinə burada siz baxırsınız. Bu torpaq sizin şəxsi torpaqdır? Bəli, Özəl torpaqda. bəli. Yəni siz bu torpağı kimdən almışsınız? Mənə özəl lazımdır kimdən almışım. Bu torpaq sizin necə olub ki? Yəni mən sizə pul verib almazsam, sonra kimsə gəlib mənə deməyəcək ki, çıx mənim torpağımdan. Araşdırılırsa bir o qədər dəfn olunub orada, bir o qədər alıb saxlayan var, deyən var onlara. Yəni bu torpağın sənədi sübutu var. Orada olmasa orada o boyda iş gedər. Mövcud qanunvericiliyə görə qəbristanlıq ərazilərin ayrı-ayrı fiziki və yaxud hüquqi şəxslərin mülkiyyətinə verilməsi, onların həmin ərazilərin satılması qanunda nəzərdə tutulmuşdur. Qəbristanlıqlar ümumi ictimai istifadə üçün nəzərdə tutulmuş ərazilərdir. Həmin torpaq sahələri dövlət və yaxud bələdiyyə tərəfindən ümumi istifadə üçün ayrılır və yalnız müraciət olunduğu halda ayrı-ayrı şəxslərə öz yaxın adamlarını dəfn etmək üçün təqdim olunur. Həmin ərazilərin saxlanması və idarə